Herkese salam qızlar. Bugün səhər-səhər oyanmışam, hər kəsi işə yola salmışam. İndi isə buraların son halı belədir. Gəlin birlikdə buraları sizinlə təmizləyək. Bugün əslində işim çoxdur. Ev darmadağındır, paltarlarım yığılıb qalıb. Hər yeri sizinlə bərabər təmizləyək istədim. İndi isə ilk öncə mətbəxdən başlayaq, buraları yığışdıraq, sonra isə o biri otaqları təmizləyək. Sizin kiçik bir abunəniz məni çox sevindirir. Kanalım yenidir. Abunə olub dəstək olsanız, yəni çox sevinərəm. Hər bir abunə bir gülüşə səbəb olur. Belə indi isə buraları yığışdıram. Siz də mənə baxın. Qablarımı da yudum, rakvinamı da yudum. Belə çaydanım da qaynadı, paltarlar da yuyulub asacağam. Yuyulur daha doğrusu. Bir dənə buranı pis toslamaq qaldı. İnanırsınız xalçanı təzə yumuşam. Xalçanın gününə baxın. Çox pis xalçadır. Kir götürür. Buraları da belə təmizlədim. Belə. Bu əslində buranın xalçası deyil. Prosto buranı yuymuşdum deyə başqasını sərdim. İndi isə gedək o bir otaqları təmizləyək sizlərlə. Koridorda elə bir şey yoxdur. Buralar belə. Çox da bulaşmayıb. Bunlar quruyandan götürəcəm. Buralar da belə səliqəli və təmizdir. Belə bura belə təmizdir. İndi isə qonaq otağına baxaq. Qonaq otağında da halı belə.
Orada da kombenin üstünde kuruyan paltarlar var. Onları götüreceğim. Yerleri yığacağım. Böyle. Kızım buraları töküp dağıtıp bunları götüreceğim. Böyle indi ise işimize devam edelim. İlk önce bunları götürək. Pultu da götürək. Böyle. Buralar belə təmizdir. Mən çox axşamdan təmizləyirəm də işim rahat olur. Pul da bura, buranı git. Yataq otağımızın da son halı belə. Yerlər dağılıb qalıb belə. Tərtəmiz də düzəldək. Buralar belə tərtəmiz. Bunu da götürək. Buradan. Bunu da buraya yığdım. Onsuz da hər axşam açırıq yerləri. İndi isə buraları düzənləyək. Qızım çəkil. Qızım çəkil. Belə. Qızlar başqa neyinirsiniz? Nə iş görürsünüz? Sizlər nə işlə məşğulsunuz? Sizlərin sayəsində 100 abunəyə çatdım. İnşallah sizlərlə bir yerdə 1000 abunə olarıq. Videolarımı bəyəndinizsə, bəyən tuşuna basarsınız, yorum yazarsınız və abunə olsanız çox sevinərəm. Hər bir abunə mənim üçün böyük bir dəstəkdir. Yəni necə deyim? Mən çox sevinirəm. Əsas ən çox sevindiyim budur ki, yəni çoxunuz aranızda da tanımadığım insanlardır. Yəni tanıdıqlarım da var, amma bir çoxunuz yeni insanlarsınız. Ona görə də yəni daha çox sevinirəm. Belə. Buraları da belə düzənləyək. Bunlar da hər dəfə yürüyürəm, onsuz da batırdılar, yenə dağılırlar. Yenə xeyri yoxdur. Uşaqlar evdə iş bitmir, təmizlik qurtarmır. Ta ki dağılsın biz yığışdıraq, canlar sağ olsun belə. Buranın da son halı belə. Yastıqçası qaldı, onu da qoyaq. Belə. Neyse bunları götürək, xalçanın üzərinə. Qızım şəraitdə ki, xalçanı dəyişməliyəm, atım içədə yuyarım. Dəyişim. Başqa xalçayla bunu yuyarım, çünki çox bərbad göndərəcək. Yanlış sərə gəlməyib bir şey xalça yuymuşam. Yəni bu xalçanı yoxlayım indi, başqa xalçalarda. Bütün xalçalarını demək olar yarı yuymuşam. Bura çox pis bərbad haldadır, gözümə girir. İnşallah oranda gün çədək. Hətta bu tərəfinə baxın, bu tərəfdə düşüb. Şimdi o qədər şey yapmışam ki, belə. Bunlar da belə götürək. Siz təkərin bir nəşi var, yoldaşımın da. Təzə təkərdir, narahat olmayın, təşkil deyil. Sadəcə qızım oynayır deyə gətirmişəm. Neyse buraları da yığışdırıb gəlirəm. Tertemiz oldu. İşte kızlar kaynatan bazarlığı edip bunları yer belirleyerek burada pomidor, burada biber, badımcan, burada balık, burada toyuq məhsullarıdır, burada quyruq falan, burada ət, toyuq və faş. Neyse bunları yer belirleyeyim gelirim. Burada vlogumu sonlandırıram. Mənə buraya qədər baxdığınız üçün təşəkkür edirəm. Videolarıma bəyənib, yorum yazmağı, abunə olmayı və mənə dəstək olmağı unutmayın. Hər birinizi çox sevirəm. Hələlik.